Salam əziz abituriyentlər. Bugün mən sizə ən sadə material, non-finite forms of the verb, yəni mürəkkəb tamamlığın izahatını verəcəm. Çox sadədir. Mürəkkəb tamamlıq nə deməkdir? Elə bil ki, verb plus obyekt plus verbdir. Bax, buna sənin mürəkkəb tamamlıq verişindir. Sadəcə olaraq burada sənin yadda saxlayacağın iki feil var. Let və make-dir. Bu iki feildən sonra gələn növbəti feil hər hansısa bir zaman ing, to qəbul edə bilməz və ya hər hansı bir zaman da qəbul edə bilməz. Yalnız sadə versiyada gələcəkdir. Bu iki feildən sonra gələn növbəti feil yalnız sadə verişində olacaqdır. Məsəl üçün burada əgər make görmüşəmsə, bundan sonra gələn növbəti feil sadə, özünün ilkin variantı olan tekdən istifadə edəcək. Və salam, zamanı atdım, ing-ni atdım, to-nu atdım və yaxud da ki, növbəti zamanı atdım. Və bundan əvvəlki toplularda 6 dənə feilimiz var idi ki, orada da ing-dən söhbət gedirdi. Ya ing ya da ki, sadə versiya. To feel, to see, to hear, to appear, to watch, to observe feilləri idi. To feel daxil. Lakin indi isə yeni toplumumuzda onu artıq yığışdırıblar, ləğv ediblər. O artıq sənə lazım deyil. O sadəcə olaraq həmin feillərdən sonra yadında saxla ki, ya sadə gələcəkdir. Keçən ilki əslində abituriyent jurnalında artıq informasiya verilmişdi ki, yalnız let-dən make və let-dən make-dən savayı digər bütün feillərdən sonra isə to gələcəkdir. Bunu belə yadımıza saxlayaq. Və keçən ildə məsələ o şəkildə də düşdü. Yəni ing versiyaları tamamilə yığışlanıbdı. Bu ildə topluda o versiya tamamilə yoxdur. Məsəl üçün burada görürəm. To make təbii ki, agree olacaqdır. Və yaxud da ki, advice gördüm. Make-dən, let-dən savayı gördüyüm bütün feillərdən sonra to gələcəkdir. Advice gördüm, təbii ki, to verəcəm. Expect gördüm. Təbii ki, to verəcəm. Yenə expect gördüm, yenə təbii ki, to verəcəm. Nə bilim, çox sadədir. Yəni, let gördüm, təbii ki, sadə verəcəm. Take part. Amma diqqətli ol. Yaxşı mı? Biraz diqqət lazımdır. Let gördün, sadə olacaqdır, use'dan. Və yaxud da ki, expect gördün, to-lu olacaqdır. Çünki let-lə make-ə daxil deyildir. Və yaxud da ki, ask gördün, to-lu olacaqdır, götürdüm. Və yaxud da ki, ask gördün, yenə to-lu olacaqdır, götürdüm. Və yaxud da ki, İndi keçirik, elə bil ki, ikinci hissədən feili veriblər. Oradan seçib qoyacaq birinci hissəyə. Növbəti gələn feili do sadə olaraq görürəm. Təbii ki, askdan, wantdan, orderdən və tolddan sonra to gəldiyi üçün make-i dərhal götürərik. Və yaxud da ki, want gördüm. Həmin o let-lə make-ə daxil deyil. Ona görə to-lu götürəcəyik. Yenə deyirəm, let-lə make-dən savayı digər bütün feillərdən sonra mürəkkəb tamamlıq verişində, yenə deyirəm, mürəkkəb tamamlıq nə deməkdir? İki feil arası obyektdir. Bax, bu obyekt hər şey ola bilər. Obyekt olaraq insan adı, nə bilim, bütün əvəzliklər, yalnız və yalnız şəxs əvəzliklərindən savayı. Yəni, I, you, he, she, it, we, you, deydən savayı. Hamısından, bütün bunların hamısının çıxmaq şərti ilə, təbii ki, yəni şəxs əvəzliyinin çıxmaq şərti ilə, digər bütün əvəzliklərdən sonra, şəxslərdən sonra, canlı, cansız fərqi yoxdur. Onlardan sonra növbəti feil uşaqlar. Əgər let-lə make gəlibsə, sadə verişində olacaqdır. Yox, əgər digər bütün feillərdirsə, to-lu verişində olacaqdır. Hello gördüm, təbii ki, to verəcəyik. Və yaxud da ki, make gördüm, təbii ki, sadə. Made gördüm. Həmin o let-lə make özləri zamana görə dəyişə bilirlər. Ondan sonra gələn feil zamana görə dəyişmir. Ona görə sadə verişində olacaq. Və ya ask gördüm, təbii ki, to-dan istifadə edəcəyik, seçdik. Və ya make gördüm, yenə sadə verişindən istifadə edəcəyik, seçdik. Və yaxud da ki, ask gördüm, to gələcəkdə əlbəttə ki, götürdüm. Və yaxud da ki, ask gördümsə, to gələcəkdir, götürdüm. Və yaxud da ki, want gördüm, to gələcəkdir, götürdüm. Məsələn, bu qədər sadə. Want gördüm, to gələcəkdir, götürdüm. Bu qədər sadə bir materialda. İki feilin dalbadal yan-yana gəlməsinə indi baxın. Biraz daha nisbətən çətin verişinə gedək. Məsəl üçün, ən sondan başlayaq. Çünki buna vaxt itirməyə dəyməz. Çox sadə materiallardır həqiqətən də. Gəlin buradan gedək biraz daha. Amma belə bir verişində uşaqlar heç düşməyibdir. Lap əvvəllər, keçmişdə düşübdür. Son illər qətiyyən düşməyibdir. Mustn't make. Make gördüm, təbii ki, an old man. ing gəlməz, yalnız sadə verişin gələr, sildim. Mustn't make, such an old man. To gəlməz, dərhal sildim. Such an old man work
götürdüm. Əlbəttə ki, sadə version gəlibdi. Seçən oldum, work'da zaman verib dərhal sildim. Make seçən oldum, mən zaman veribdi dərhal siləcəm. Və yaxud da ki, his last words made Tom. Make'dən sonra to gəlməz dərhal sildim. Zaman gəlməz sildim. C variantını doğru götürəcəm. S zaman gəlməz sildim. ING gəlməz dərhal sildim. Bu qədər sadə materialda düşmə ehtimalı bu tipli olur. Əsasən neçə illərdə belə düşür. When I was a child, my mother didn't let me. Let gəlibdi, sadə version, təbii ki, Y variantını götürəcəm. Və yaxud da ki, I wish to become a filmmaker because I want others. Want-dan sonra to gələcəkdi. Ona görə də hamısını sildim. To see what I see and feel as I feel. Amma yadımda saxlayıram ki, əntli cümlədə birinci hissədə to gəlibsə, ikinci hissədə artıq to düşəcəkdi. A variantı olacaqdı. Yaxşımı? Bax, belə yadımda saxlayıram. Əntli cümlədə birinci hissədə to gəlsə belə, ikinci hissədəki to mütləq düşəcəkdi. It's really fair to Anne. It is. Bax, bunu belə yadımda saxlayıram. Qayda belədir. It is. Üstə gəl adjective. Bax, bu qayda budur. Bax, it is really fair to Anne. Ədalətlidir. Ənə qarşı it's really, it is və ya bu it is olmasın, olsun it was. Üstə gəl adjective. Üstə gəl tulu feil olacaqdı hər zaman. Yadından çıxartma bunu. It is really fair to Anne to ask her. Askdan da sonra baxaq görək nə gəlməlidir. Askdan da sonra to gəlməlidir əlbəttə ki. To look after the baby. İndi to askdan sonra burada to look gəlibmi? Gəlməyibdir. To look after the baby and do all the cleaning. Əntli cümlə olduğuna görə birinci hissədə gələn to artıq ikinci hissədəki to'yu düşürəcəkdir. Y variantı doğru. Başa düşdü? It is və it was necə oldu? Bir də deyirəm. It is və ya it was. Üstə gəl sifət. Adjektiv nədir? Sifətdir. Üstə gəl tulu feil, unutmayaq, qayda budur. Ona görə birinci mərhələdə to verməli olduq. Unutmayaq. Little boy asked. Askdan sonra to gələcəkdi, götürdüm. Make'dən sonra to gəlməz, dərhal silərəm. Little boy let his brother. Let'dən sonra to gəlməz, dərhal sildim. Hello'dan sonra mütləq to gələr, götürdüm. Çünki let'dən make deyildir. Başa düşdük? Məsəl üçün burada baxıram, deyirəm ki, I never let myself become. Biri doğru götürəcəm. Let'dən sonra to gəlməz sildim. Hello'dan da sonra mütləq to gələr, sildim, götürəcəm. Və yaxud da ki, didn't finish veribdir. Yəni sadə version veribdir. Təbii ki, let'dən make götürərsən. Children to go. Go-nun qarşısında to veribdir. Təbii ki, mən let'lə make silirəm, qalan üçünə qalıbsa götürürəm. Və yaxud da ki, climb görmüşəm, sadədir. Toldu, Elonu, want-u sildim, let'lə make doğru götürəcəm. Yəni, çox sadə materialdır. Sadəcə olaraq bir damcı diqqətli olmaq lazımdır ki, materialı tuta biləsən. Belə bir testə baxaq. Blame me for everything. Təbii ki, belə bir cümlə başlaya bilməzdir. Necə deyərəm ki, məni baş verən hər bir yanlışa görə günahlandır. Don't blame me olmalıydı. Do not to blame ola bilməz. Dərhal sildim. Let him olardı, dərhal sildim. Let'dən sonra yəni bilirik ki, əvəzlik, obyekt əvəzlik gəlməlidir. Not blame ilə başlaya bilməz. Əmr cümləsi, ona görə don't blame olacaqdır. Elə bir ki, deyərəm ki, blame me ya da deyərəm don't blame me. Əmr cümləsi infinitiv bax belə olacaqdır. Gəl, gəlmə, get, getmə. Azərbaycan dilində olduğu kimi. Come, don't come. Go, don't go. Bax, eyni bu şəkildə də digər zamana getməz. Yalnız do ilə düzələr, yəni inkar versiyası da don't-la olacaqdır. Expect gördüm, təbii ki, expect-dən sonra the diplomat expected to reach an agreement. Gözlənilirdi ki, gəlsin bir razılığa çıxsın. Burada sözün düzü infinitivlərə gediblər, bir neçə dənə infinitivlər veriblər. Amma gerund infinitiv barədə ayrıca informasiya verəcəm deyən bunu saxlayıram burada. Əslində onun arxasıymış. Yaxşı, onu hələ orada saxlayıram. Və baxaq görək məsəl üçün 9-13-dür. Görək ki, bunu neçə dəqiqəyə bir səhifəni bitirəcək. Let gördüm sadə, bir variantını götürəcəm. Ask gördüm, to götürdüm. Expect gördüm, təbii ki, to götürdüm. Və yaxud da ki, make gördüm sadə, götürdüm. Və expect gördüm, to götürdüm. Və yaxud da ki, told gördüm, to götürdüm. Made gördüm sadə, sildim. Yəni sadə versiyanı götürdüm. Ask gördüm, to götürdüm. Reminded him. Remind gördüm, to götürdüm. Ask gördüm, to götürdüm.
Bu kadar sadə bir materialda heç bir dəqiqə belə çəkməz. Encourage gördüm, to götürdüm, let gördüm, sadə götürdüm. Made gördüm, sadə götürdüm. Let gördüm, sadə götürdüm. Encourage gördüm, to götürdüm. Ask gördüm, to götürdüm. Və yaxud da ki advice gördüm, to götürdüm. Let gördüm, sadə götürdüm. Expect gördüm, sadə to götürdüm. Və yaxud da ki was eager to improve. To improve olmalıdır əlbəttə ki. Volunteer was eager to improve. B variantı olacaqdır. Amma bu biraz fərqli modeldir də. The allowed the boy mürəkkəb tamamlıqdır. Çünki iki obyekt arasındadır mürəkkəb tamamlıq. Təbii ki, to gələcəkdir. Yəni 1-2 dəqiqə ərzində bütöv bir materialı eləmək mümkündür. Çox asan materialdır. Çətin heç bir şey yoxdur. Biraz diqqət tələb edir. Make gördüm, tutalım ki, soydu, götürdüm. Didn't görmüşəm və expectdən sonra to gələr, götürdüm. Advice'dan sonra to gələr, thinkdən sonra to gələr, wantdan sonra to gələr, wantdan sonra to gələr, sildim. Expect gördüm, to ask verərəm. The manager, askdan da sonra to gələr, sildim. To ask manager to raise. B variantı doğrudur. Bəli, expectdən də sonra to gələr, askdan da sonra to gələr. Ona göre diğer variantları dərhal silərəm. Expect gördüm, to götürdüm. All the teachers. Wantdan sonra to gələr, A variantını götürdüm. Make'dən sonra to gəlməz. Askdan sonra to gələr və to gəlməz. Bax, bu qədər sadə materialda əgər ki, yanaşı belə testlər veriblərsə. Wantdan sonra to gələr, götürdüm. Make'dən sonra to gəlməz. Askdan sonra to, letdən sonra to gəlməz. Expectdən sonra to gələcəkdir. Askdan sonra to gələr, dərhal sildin. Expectdən sonra to gələr. Make'dən sonra sadə gələr və sadəni də elə götürürəm buradan. Doğru variant olaraq wantdan sonra to gələr, letdən də sonra to gələ bilməz heç bir təqdirdə. Və yaxud da ki, expectdən sonra to gələr, sildim. Wantdan sonra to, askdan sonra to götürdüm. Və yaxud da ki, letdən sonra sadə gələr, make'dən sonra sadə gələr, allow'dan sonra to gələr, wantdan sonra to götürdüm. Çox sadə materialdır. Sadəcə yenə deyirəm, bu sadəliyə baxmayın, biraz diqqətli olun. Askdan sonra to gələr, dərhal silirəm. Evdə bütün testlər eləyin. Letdən sonra to gəlməz, wantdan sonra to gələri götürdüm. Let me use, belə götürəcəm. Əlbəttə ki, sadə feil gəlibdir. Wantdan sonra to gələr, dərhal sildim. Tolddan sonra to gələr, götürdüm və advice'dan sonra to gələr, dərhal sildim. Notda olmalıydı. Made'dən sonra sadə gələr, sildim. Letdən sonra sadə gələr, askdan sonra to gələr, expectdən sonra to gələr, dərhal götürəcəm. Expectdən sonra to gələr, letdən sonra to düşər, askdan sonra to gələr, wantdan sonra to gələcəkdir, götürdüm. Decide görmüşəm, decide'dən sonra to gəlməlidir, to letdən sonra isə to gələ bilməz, sildim. Decide'dən sonra to gəlməlidir, dərhal sildim, ikisini saxlayıram və letdən də sonra sadə gələr, D variantını götürürəm, zaman gələ bilməz heç vaxtı. Yenə want görmüşəm, wantdan sonra to gələcəkdir, o səbəbdən yalnız yeni sildim, gedirəm ikinci hissədə letdən sonra sadə. Teach'dən sonra to gələr, teach'dən sonra to gələr və C variantı doğru olacaqdır. Dedim də expect him to return olardı. Allow me to swim olardı. Let her wear sadədir, götürəcəm. Make him get sadədir, götürəcəm. Expectdən sonra to gələr götürərəm. Askdan sonra to gələr sildim. Wantdan sonra to gələr sildim. Expectdən sonra to gəlibdir, götürəcəm. Çox sadə mövzudur. Sadəcə olaraq sınaq içərisində uşaqlar təəssüf ki, bəzən çaşa bilirlər və səhvə gedə bilirlər. Xeyr, biraz diqqətli olsa bunu işləməyə nə var ki? Sadəcə diqqət. Bax, expectdən sonra to verib, amma make'dən sonra sadə gələcəkdir. Şəxs əvəzliklərini sildin əlbəttə ki. C variantı doğrudur. Zamanları da sildin, to'nu da sildin. Çünki make'də əsas. Want anybody. Wantdan sonra to gəlibdir zaten. To make. Lakin make'dən də sonra sadə gələcəkdir. Şəxs əvəzliyi dedik, gəlməz. Make'dən sonra dedik, want, yəni to gələ bilməz, zaman gələ bilməz. Ona görə də bax, sadəni götürəcəm. Askdan sonra to gələr, to'dan sonra to gələr, götürdüm. Expectdən sonra to gələr, sildim. Order'dan sonra to gələr, make'dən sonra sadə olacaqdır. 3-dən 5-i götürdüm. Neighbors never let their children. Letdən sonra to gəlməz, dərhal siləcəm və don't make the job choose. Belə, make'dən sonra sadədir. Askdan sonra to gəlibdir, götürəcəm və letdən də sonra to gəlməz, dərhal siləcəm.
Neçə illərdə düşən model version, bax bu da hostess. To gəlibdir və askı götürəcəm, toldu götürəcəm və want'u götürəcəm. Let-nə make-i dərhal siləcəm əlbəttə ki. To bring veribdir, təbii ki let-i sildim, make-i sildim, digərlərini götürəcəm. Və ya to let veribdir, təbii ki zamanı sildin. Let-dən sonra yalnız sadə version gələcəkdir, şəxs əvəzi gəlməz, sildim, amma obyekt əvəzi gələcəkdir. To gəlməz, let-dən sonra bu şəkildə götürəcəm. Let yenə görmüşəm, şəxs əvəzliklərin dərhal sil, ikisi arasında qalırsan, to gəlməz deyən D variantını götürəcəksən. Və ya told görmüşəm, to gələcəkdir. Them not to drink. Yadımda saxlayıram ki, mürəkkəb tamamlıqlı cümlələrdə artıq inkar olan zaman not to drink olacaqdır. Don't drink ola bilməz. Not to drink. Yəni, bir doğru olacaqdır. Şəxs əvəzliyi gəlməz. The travelers not to use götürəcəm üçü də və them drink deyə bilmərəm, teldən sonra to gəlməlidir. Və yaxud da ki wanted the designer, wantdan sonra to gələcəkdir, sildim və finishdən də sonra to gələcəkdir, ona görə də wanted the designer to finish his project əndli cümlədir. And let-dən də sonra use gələcək, sadə version C variantıdır. Və mother let me sadə versiondur təbii ki, onu götürəcəm. Və yaxud da ki didn't let to dərhal siləcəm, let the child to dərhal siləcəm, make you to dərhal siləcəm, wanted to gəlməlidir, expected to Y variantını dərhal götürəcəm. Wanted me. Want görmüşəm, təbii ki to gələcəkdir. Bu da advice Joseph to. Biri götürəcəm, toldu və expected təbii ki götürəcəm. Wanted my father. Want görmüşəm, to gəlməlidir, dərhal sildim. Sadələri, toları saxladım və to-letdən də sonra sadə gəlməlidir. Ona görə B variantı doğru olacaqdır. Zaman gələ bilməz. Ask görmüşəm, asdan sonra to gələcək, A variantını dərhal götürəcəm. Yenə ask görmüşəm, asdan sonra to gələcək, dərhal. Yəni şəxs əvəzi gəlməz, unutma, obyekt əvəzi mütləq gəlməlidir. Orada fikir ver. Ask yenə görmüşəm, them to A variantı olacaqdır. Şəxs əvəzi gəlməz, dərhal atarsan. Bu qədər. 16 dəqiqə ərzində 17-ci dəqiqəyə doğru keçid edirəm və baxın mən neçə səhifə işləyə bildim. Bax bu səhifəni. Aha. Deməli, bu səhifəni demək olar ki, növbəti bu səhifə, 2 səhifə, 3 səhifə və 4 səhifə. Böyle. Mən izah eləyə işləyirəm bunu, amma bunu sən izahsız bir göz qrupumunda qaydasız feillərdə əzbərləməyi unutma, qaydasız feillər testində işləməyi unutma. Bax, qaydasız feillər sırf sənin əzbərçiliyin ilə əlaqəli testlərdir, onları unutma, onlar vaciblərdir. Və salam, bu bir səhifədə izah eləyəm və ondan sonra bitirim mən. Told görmüşəm, təbii ki to gələcəkdir, götürdüm və yaxud da let görmüşəm, sadə götürdüm. Remind görmüşəm, to olacaqdı, götürdüm. Let görmüşəm, sadə olacaqdı, götürdüm. Və yaxud da ki made görmüşəm, sadə olacaq, götürdüm. As görmüşəm, to olacaqdı, götürdüm. As görmüşəm, to olacaq, götürdüm. Əlbəttə ki let görmüşəm, sadə version olacaqdı, götürdüm. Allow görmüşəm, təbii ki to olacaqdı, götürəcəm. Encourage görmüşəm, to olacaqdı, götürdüm. As görmüşəm, to olacaqdı, götürdüm. Bu qədər sadə bir materialda. Want görmüşəm, to olacaqdı. As görmüşəm, to olacaqdı. As görmüşəm, to olacaqdı və made görmüşəm, sadə olacaqdı. Və yaxud da told görmüşəm, to olacaqdı. Encourage görmüşəm, to olacaqdı. Qızıl sözün qısası. Let-nə make-dən var. Hamısından sonra to gələcəkdir. To olacaqdı əlbəttə ki. Askdan sonra yenə ask görmüşəm, to veriləcəkdir. Expect görmüşəm, yenə to gələcəkdir. Və order görmüşəm, to gələcəkdir. Və ask görmüşəm, to gələcəkdir. İndi mənim tələbələrimdən biri dedi ki, bu qədər sadə bir mövzuya, bu qədər testin verilməsinin axı nə anlamı var idi ki, biz də yoruluruq. Anlamı bundan ibarətdir ki, uşaqlar həqiqətən testləri işlədikcə avtomatik o test sonunda avtomatikləşir, beynində, gözündə qalır. Amma sınağa gedəndə isə belə asanlıqda testdə uşaqlar səhvlərə yol verirlər, təəssüf ki. Və mənim təcrübəm göstərir ki, uşaqlar bu səhvləri çox tez edirlər. Baxmayaraq ki, ən sadə, ən rahat materialdır. Let görmüşəm, təbii sadə götürəcəksən, expect görmüşəm, to verəcəkdir. As görmüşəm, to verəcəksən, əlbəttə ki, encourage görmüşəm, to verəcəm. Told görmüşəm, to dig verəcəm, əlbəttə ki, as görmüşəm və to verməliyəm. Made görmüşəm, sadə version olacaqdır, buradadır və told görmüşəm, to olacaqdır.
götürürəm. Encourage görmüşəm, to olacaq. Götürdüm, told görmüşəm, to olacaqdı. Götürdüm əlbəttə ki. Az görmüşəm, to istənilən məqamda tolu feili verəcəksən burada və to görmüşəm təbii ki, ona görə want to askı götürəcəksən və happen görmüşəm sadə versionda let-lə make-i götürərsən əlbəttə ki. To tell görmüşəm, təbii ki, want to, expect-ə alone-u götürərsən, çünki digərlərindən sonra to gəlməz və to make görmüşəm. To make görmüsənsə, want to ver, order ver və askı ver, çünki make-dən, let-dən sonra to gələ bilməzdi. Və to think görmüsənsə, təbii ki, sən would like ver, want to ver, askı ver, let-dən, make-dən sonra to gələ bilməz. Expect-dən sonra let görmüsən, let-dən də sonra sadə version gəlməlidir, him take part, təbii zaman gəlməz, şəxs əvəzi gəlməz, yenə də zaman gəlməz. Told görmüsən, to verməlisən, to-nu götür, çıx. Encourage görmüsən, to verməlisən, to-nu götürməlisən əlbəttə. Ask görmüsən, obyektin buradadır və to-nu ver, çıx. Və salam 20 dəqiqə ərzində demək olar ki, testi bitirməyə doğru gedirik və çox sadə materialdır, heç nə yoxdur. Qaydaya bax və testlərə bax, izahlara bax. Hər kəsə uğurlar arzulayıram, təşəkkür edirəm.